Bu ismin hansı hallarında işlənir? Adlıq, yeri, çıxışlı, yönlük, bir də çıxışlıq. Həmin o adlıq, yiyərlik, yönlük və çıxışlıq adlı sözlər ki var, ha. Onlarla qoşma arasında idarə əlaqəsi var. Qoşma o sözləri idarə edir. O söz adlıq haldan çıxıb qoşmaya görə keçib yönlük ala, keçib yiyərlik ala, keçib çıxışlıq ala çevrilir. Başa düşürsünüz nə olur? Bax, məsələn, tutaq ki, deyir ki, üçün qoşmasıdır. Düzdür? Bax, məsələn, deyir ki, qartal üçün ən rahat yer dağın zirvəsidir. Orada qartal sözünün üçün sözü arasında qartal sözü idarə olunmayıb da orada, adlıq haldan çıxmayıb. İdarə olunmaq odur ki, yəni maşını idarə edəndə neyinirsən? Həyətdə saxlamısan maşını, gedib orada otursan maşında. Sürməsən, maşını idarə eləmiş olursan, yox. Sürürsən, idarə edirsən də, adlıq halda olan sözü də adlıq haldan çıxardırsan, keçirdirsən başqa hala. Çevirirsən başqa hala. Bax, məsələn, qartal üçün deyəndə söz idarə olunmadı. Yanaşdı sadəcə o sözlər bir-birinə. Başa söz yanaşdı. Qartal sözünə, üçün sözü yanaşdı. Amma mənim üçün kitab al desən, mənim sözü artıq adlıq haldan çıxıb çevrildi yiyərik hala. Elə deyilmi? Az çəşitsi qəbul edilsə idarə. Bəli, idarə hal. Və yaxud deyir ki, bura sənə görə gəlmişəm. Yönlükdür, idarədir. İdarədir. Bir də dərsdən sonra görüşürük. O da yenə də idarə olur. Uşaqlar, qısacası. Necə? Bu idi. İndi harada olur idarə əlaqəsi? Bir də onlara da müngül var, bizə baxaq. Ondan da yekunlaşdırılır. Bizim vaxtımız 15 dəqiqə. Var burada vaxtımız var. 15 dəqiqə böyük bir müngül. İndi uşaqlar, idarə əlaqəsi hansı cümlə üzvləri arasında görünə bilər? Hansı sözlər arasında görünə bilər? Bayaq biz yadınızda da burada ismi birləşmələr, feili birləşmələr yazılır, müəyyənlik bildirən. Müəyyənlik bildirən. Bax, məsələn, tutaq ki, deyir ki, bizim uğurumuz, uzlaşma əlaqəsi var idi burada bayaq, düzdür? Ox işarəsini aradan çəkirdik. Uğurdan bizə tərəf. Çünki, niyə uğur sözü umut şəkilsini qəbul edib? Çünki bizimə görə. İndi, axı bu biz sözünü də adlıq haldan bu çıxardım yiyəlik alır salır. O da idarə. Bəli, burada da indi bu səfər bu idarəyə görə bu əsas tərəfdir, bu asıl tərəfdir. İdarədə asıl tərəf və əsas tərəf məsələsi söz birləşməsinin özündə olan kimidir. Söz birləşməsinin əsas tərəf ikinci, asıl tərəf birinci gəlməyir. İdarədə də asıl tərəf birinci gəlir, əsas tərəf ikinci gəlir. Aydın oldu. Bu söz idarə olunub da adlıqdan yiyəliyə çevrilir. Aydındır. Bu şəkildə söz birləşmələrdir. Bir də feili birləşmələrdə olur. Məsələn, deyir ki, və yaxud ismi birləşdi, digər ismi birləşmələrdə. Məsələn, deyir ki, vətənə sevgi. Yönlük aldı, idarə oldu. Bax, təsəvvür edir, idarə oldu. Və yaxud ki, əlində çiçək. Yenə də idarə olunur. Söz yerlik aldıqda, onun əli, onun əli en işlini sabit, əl də sözün kökü. Yerə başlar. Başa düşdün? Əlində çiçək, belində kəmər, dilində dua, yaşı, qeyri-təyinli söz birləşmələri. Uşaqlar, o sıxımlar vardı, çəkmişdim. O sıxımlara uyğun gəlməyənlər. Demişim, dəftərə bax, olmalıdır. Qeyd eləmişsənsə bax, yoxdursa, baxın, ondan sonra hamıdan əvvəl, hamıdan üstün. Bax, hamıdan üstün. Bax, dan çıxışlığa çəkilsin. Görsən, idarə olunmuş. Demək, idarə olunmuş söz o biri tərəfə ox işarəsindən göstəriləcək. Sonra cümlə üzvləri arasında necə olur idarə əlaqəsi? Bax, məsələn, tamamlıq. Tamamlıq əgər qoşmalı sözlə ifadə olunmayıbsa, idarə olur. Bax, kimə, nəyə? Kimi, nəyi, haranı, kimdən, nədən suallarına cavab edən tamamlıqlar hamısı idarə əlaqəsindədir. Çünki onlar idarə olunurlar da hal şəkilsi qəbul edirlər. Başa düşdünüz? Bax, nümunəyə yazıram. Deyirəm ki, müəllim burada baxdı. Tamam, necəsən? Müəllim Murada baxdı. Murad sözünün köküdür, elə deyilmi?
A gönüllük aldadır. İdarə olunub gönüllük aldı söz. Kimə baxdı? Burada baxdı. Tamamlı xəbərdən asılıdır idarə əlaqəsi ilə. İndi uşaqlar, sintaktik əlaqənin biri də Allah sanmasın. Demək, bir əlaqə də var uşaqlar, yanaşma əlaqəsi. Yanaşma əlaqəsinin xüsusi bir şəkilçisi, demək bilirsin. İdarə əlaqəsinin göstəricisi nə oldu? Hal şəkilçisi. Harada qısacası hal şəkilçisi söz görürük, idarə olunmuş. Uşaqlar, yanaşma əlaqəsi var bir də. Bu yanaşma əlaqəsində olan sözlər. Heç bir qrammatik şəkilçi qəbul etmədən, başqa bir sözlə yanaşıb, bir də sintaktik əlaqənin ən açar üsulunu sonda sizə deyim. Cümlə verilir bizə, hansı sözlərin bir-biri ilə sintaktik baxımdan əlaqələndiyi soruşulur. Biz nə edirik? Həmin sözlərin ikisini götürüb cümlədə kənarda deyirik. Əgər onların ikisini kənarda deyirik və məna itkinliyi baş vermirsə, demək o sözlər arasında sintaktik əlaqə var. Müəllim baxdı, Murada baxdı. Müəllim sözü ilə baxdı sözü arasında əlaqə var. Murada sözü ilə də baxdı sözü arasında sintaktik əlaqə var. Hansı əlaqədə o hələ sonraki məsələdir. Onu sonra bilirsiniz də, bilib müəyyənləşdirəcəksiniz. Elə deyil mi? Bax, deyir ki, birdən desək ki, müəllim Murada belə hirslə baxdı və yaxud gülərümüzlə baxdı. Hirslə baxdı desək, o yenə də hirslə sözü ilə baxdı sözü arasında sintaktik əlaqə var. Başa düşürsünüz? Bax, yaşıl yarpaq, qara torpaq, uzun yol, maraqlı kitab, 5 adam, səliqəli yazı. Bax, görsün, bu sözlərin hamısında görsün, bir dənə qrammatik şəkilçi yoxdur. Amma bu sözlərin ikisi deyəcək demək olur. Elə deyil. Bax, deyir ki, onun diqqətini ağacdakı yaşıl yarpaq cəlb etdi. Bax, cəlb etdi xəbər. Nə cəlb etdi? Yarpaq cəlb etdi. Yarpaq neçən şəxsədir? Üçüncü şəxsin təkində. Cəlb etdi neçən şəxsin təkindədir? Üçüncü şəxsin təkində. Yarpaq sözü ilə cəlb etdi sözü arasında əlaqə var. Hansı yarpaq? Ağacdakı yarpaq. Hansı yarpaq? Yaşıl yarpaq. Görsən, yaşıl sözü ilə yaşıl yarpaq, ağacdakı yarpaq deyə bilirik. Demək o ağacdakı sözü ilə yarpaq sözü arasında, yaşıl sözü ilə yarpaq sözü arasında əlaqə var. Başa düşürsün, mütləq əlaqə var. Cümlədən kənarda çıxardıb deyə biliriksə. Gəlin bir neçə dənə nümunə göstərim, onunla da fikrimizi tamamlayaq. Baxın uşaqlar, hansı sözlər arasında sintaktik əlaqə yoxsa, onları cümlədən çıxardıb deyə bilmirik ya. Bax, deyirik ki, Sərvər həmin adamı bayaq küçədə görmüşdü. Nə gözəl bir dənə cümlə yazmağa çalışdım. Bütün cümlə üzrə yer gəlmişim, burada iştirak edeyim, bəziləri iki dəfə iştirak edeyim. Sərvər görmüşdü. Bax, nə etmişdi, görmüşdü. Sintaktik həlli bilirik də biz, elə deyil mi? Sintaktik həlli bilməyən var. Bilirsiniz hansı cümlənin altına düz xət çəkilir, qırıq çəkilir. Axın bilirsən də bunları, bilmirsənsə deyim hamısını. Bax, Sərvər, mübtəda, kimi görmüşdü? Adamı. Hansı adamı? Həmin adamı. Nə zaman? Harada görmüşdü? Nə zaman görmüşdü? Üstündə zaman zərfi. Yazda qalsın, zərfliyin məna növünün üstündə qeyd edilir. Harada? Harada görmüşdü? Küçədə görmüşdü. İndi baxaq. Burada yerə sözlər var, bir-birinə sintaktik baxımından əlaqələnmirdir. Əlaqələnənlərə baxaq. Həmin bayaq. Bax, Küçədə görmüşdü, bayaq görmüşdü, Sərvər görmüşdü. Bayaq küçədə adamı oldu. görmüşdü. Adamı görmüşdü. Başqa fikir verin. Bayaqla küçədə arasında oldu. Başdan. Sərvər sözü ilə adamın sözü arasında əlaqə var. Sərvər adamı. Görsən, olmur. Həmin sözü ilə adamın sözü arasında var. Həmin adam. Gəl göstərək sintaktik əlaqələri. Həmin adam, görsən, adamı görmüşdü. Deyə bilirik. Bayaq görmüşdü. Küçədə görmüşdü. Elə deyil mi? Bir də Sərvər görmüşdü. Sərvər görmüşdü. İndi uşaqlar, fikir verin. Hansı sözlər arasında ox işarəsi yoxdursa, o sözlər bir-biri ilə sintaktik baxımdan əlaqələnməyibdir. Elə deyil mi? Bax, Sərvər sözü ilə adamın sözü arasında, Sərvər sözü ilə bayaq sözü arasında, Sərvər sözü ilə küçədə sözü arasında heç bir əlaqə yoxdur. Həmin adam.
Həmin sözü bax, ən sədaqətli cümlə üzrə təyindir. Bilirsiniz də niyə? Çünki hansı cümlə üzrünü təyin edirsə, heç vaxt onun yanından ayrılmır, ayıra bilmir. Cümlə üzrənin sırasını dəyişsək belə, təyini o hansı cümlə üzrünə aiddirsə onun yanından ayıra bilmir. Bax, məsələn, söz yox, həmin sözü buna aid də, yer zərflərinə aid də təyin quraşdıra bilirik. Amma bu cümlədə həmini götürüb bu küçə sözünün qabağına gətirə bilmərik. Çünki bunun yanında da həmin adamı görmüşdük. Həmin adamı bayaq həmin küçədə görmüşdük. Başa düşdün? Söylə filan gecədə filan kəsi öldürən kimdir sizin küçədə? Filan gecə. Sultan Səncər. Bəli, Sultan Səncərova qarı. Filan sözünü gecə sözünə necə ayırırsan? Heç cür ayıra bilmirsən. Başa düşdün? Təyini ayrı olduğu cümlə üzründən ayıra bilmirik. Bax, sonra indi burada da bayaq görmüşdük, küçədə görmüşdük. Bayaq sözündə hal şəkilçisi var, yoxdur. Demək bu söz buna yanaşıb da, düzdür? Küçədə görmüşdü. Küçədə sözü yerlik aldadır, düzdür? Görsən, demək idarə olunur, düzdür? Adam sözündə də ı şəkilçisi var, təsirlik aldadır. Demək burada görmüşdü sözü ilə əlaqələnir. Aydındır? Demək, bəli, əlaqələndir, idarə olunur. Görmüşdü sözü tərəfindən adam sözü idarə olunub, çevrilib, adı təsirlik alır. Başa düşdür? İnşallah, biz inşallah cümlə üzvlərini keçəndə, mən sizə bir-bir olsa da, indi bəyan qədər dedik, orada da yenə də deyəcək ki, hansı cümlə üzvləri bir-biri ilə sintaktik baxımına əlaqələndir. Mübtədə iki cümlə üzvü ilə sintaktik baxımına əlaqələndir. Xəbərlə, bir də təyinlə. Özü ilə oldu. Yox, özü necə? Tabeslik. Hə, o tabesizlikdə deyək, tabellikdə deyək. Tabellikdə əlaqələnmir. Bəli, sənin fikrin də xoşuma gəldi, qəşəng fikirdir. Özü ilə də tabesizlik əlaqəsində olur. Burada deyərək ki, Murad və Sərvər həmin adamı bayaq küçədə görmüşdülər. Belə deyərik. Onlar görmüşdülər. Baxın, orada da tabesizlik əlaqəsi çıxar. Məsələn, usta Sərvər deyəsək, birdən buradan. Bax, buna təyin artıra bilərik bir dəfə. Usta Sərvər, usta sözü də Sərvər sözünə tabi olur. Məsələn, tamamlıqla zərfi heç vaxt bir-birindən sintaktik baxımına əlaqələndir. Heç vaxt, istisnası da yoxdur. Ondan sonra, zərfi ilə tamamlıq küçələrlə əlaqəli olmur. Amma xəbər bütün cümlə üzvləri ilə əlaqəli olur. Bütün cümlə üzvləri ilə sintaktik baxımına əlaqələnən yeganə cümlə üzvü iki dənədir. Biri təyindir, biri də xəbər. Təyin bütün cümlə üzvlərinə aid ola bilər, bütün cümlə üzvlərinin təyini ola bilər. Qeyri xəbərə aid olmur deyirlər, ona da nümunələr var, istisnası var onun. Xəbər isə mübtədə ilə uzlaşır, tamamlığı zərfliyi özünə tabi edir, bir də təyini özünə tabi edir. Xəbərin asılı olduğu yeganə cümlə üzvü mübtədadır. Mübtədanın isə asılı olduğu cümlə üzvü yoxdur. Yaxşı, inşallah cümlə üzvlərində bunu geniş keçərik. Belə. Mənim bayaq görmüşdü yanaşmadı. Bəli. Amma